hazırlamaq üçün, presentationlar hazırlamaq üçün istifadə olunan bir MS Office proqramlarından biridir. Deməli, PowerPoint-i açdığımızda əvvəlcə bizi belə bir pəncərə qarşılayır. Bu pəncərəni Word-dən də bildiyimiz şeylərdir. Ona görə üstündə çox qalmayacağım. Recent hissəsi yenə buradadır. Hal-hazırda kompüterinizdə hansısa presentationlar, təqdimatları hazırlamısınızsa onlar yerləşir. Print hissəsindən hər hansı bir təqdimatı pinləmək istəyirdiksə Word-də də sənədləri burada pinləyib tez gedib tapa bilərsiniz sabitlənən hissədən. Ondan sonra gəlir blank presentation, boş blankı götürüb onun üzərində işləyirik. Açdığımızda PowerPoint-i qarşılayıb belə bir pəncərə. Bu pəncərədən aşağı hissə yenə burada zoomlamadır. Ən çox zoom burada olur 400. Ən minimal olur 10. Yaxşımı? Word-də olur da ən çox 500. Bəli, ən az 10. Normal isə 100%-dir. Sonra burada yazılırdı Word-də səhifələrin sayı. Burada yazılır slaydların sayı. Bir dənə slaydım var. Slayd əlavə etmək üçün qısa yolu bilək əvvəlcə. Slayd əlavə etməyin qısa yolu kontrol üstə gəlsin M hərfi. Kontrolunu yeni sənəd yaradırdı. Bax, Presentation 1-də, Presentation adı ilə açılır. Presentation 1-dəyəm, kontrolunu yeni sənəd yaradır. Presentation 2-dəyəm. Kontrolunu isə yeni slayd yaradır. Məsələn, gəlir özümüz ikiyə qayıdaq. Burada bir dənədir slayd. Kontrolla M-ni basıram, ikinci slaydımı yaradır. Yaxşımı? Və ya bu slayd yaratmağın başqa yolları da var təbii ki. Gəlib bunu seçdim, Enter vurduğunda da yeni slayd yaradır. Və yaxud da buradayam, sağ düyməni vurdum, burada New Slide var. New Slide vurduğunda da yeni slide yaradır. Və yaxud burada da var New Slide, buradan da gəlib vurduğunda yeni slide yaradırsan. Çox növ var. Yavaş-yavaş öyrənəcək. Ondan sonra dil, Word-də də olduğu kimi burada da dil göstərilir. Ondan sonra bu hissə çıxmaq, mərkəzə gətirmək, minimal vəziyyətə gətirmək. Buradan demişdim, menü tabları görünsün, show tab eləyirəm, təkcə tablar görünsün, içindəki komandalar yox. Sonra hide eləyəndə hamısını gizlədirəm. Show edirəm, burada məsələn komanda and tab, hər ikisi göstərilsin bu şəkildə. Sonra qodamından görüntüsünü bağlayayım. Aha. Ondan sonra gələk başlayaq fayl menüsü. Fayl menüsündə əslində Word-la eyni şeydir. Yəni burada fərqli üstündə duracağım bir şey yoxdur. Gedəcəksən faylda Word-da atdığım şey var deyə birinci videolar. Bax onlara baxacaqsan. Eyni şeydir yəni bu hissələr. Bir dənə optionsda burada fərqli olan bir şey yoxdur. Optionsda da eyni şeylərdir. Bir dənə burada mən sənə Ctrl-P-də printlə bir şey göstərmək istəyirəm. Printdə bizdə Word-də bir dənə rəngli hissəsi yoxdur. Amma bir dənə PowerPoint-də rəngli hissəsi var sadəcə. Buradan fayləni seçirsənsə rəngli çıxarılır. Amma mən sizə Word-də də rəngli çıxartmanı öyrətmişdim. Word-də rəngli çıxartmanı öyrətmişdim sizə. Word-də rəngli çıxartma. Yox. Bax, Word-də məsələn bu sənədimi gəlmişəm. Bunu rəngləyirəm. Dizaynı. Blank page kalə ilə edirəm məsələn sarı rəng. İndi bunu Ctrl-P ilə verirəm printə. Məndə promoy rəngi çıxardır. Çünki mən onu tənzimləmişəm. Onu hardan eləmişəm? Optionsdan girmişik buradan Proofing-ə, Display-ə. Display-də print background color and image. Bunun qalskasını qoymuşam. Qalskasını götürsəm, OK vursam. Bax, indi printə getdiyimdə ağ çıxacaq, rəngsiz çıxacaq. Rənglidir, amma rəngsiz çıxır. Rəngli çıxartmaq üçün Word-də bunu etməlisiniz. Display-də print background and color işarəsini qoymalısınız, əgər rəngli çıxartmaq istəyirsiniz. Amma PowerPoint-də isə promoy o hissədə, print hissəsində var. Rəngli istəyirsənsə color seçəcəksən, ağ-qara istəyirsənsə white and black, bozuntu istəyirsə grayscale. Yaxşı? Daha da belə. Ondan sonra Home-da gələk fərqli hissələrə baxın. Home menüsündə bunlar eyni şeylərdir clipboardda. Paste yapışdırmaq, hər hansı bir şeyi. Qısa yolu nədir yapışdırmağı? Ctrl-P. Yapışdırmağı. Ctrl-C kopyalamağı, Ctrl-P ilə yapışdırmağı deyil. Ctrl-P print deyil. Yox, Ctrl-C, Ctrl-V. Ctrl-V yapışdırma. Ctrl-P print edib. Bəli. Kəsməyin qısa yolu. Ctrl-X. Bəli, katma kəsməkdir. Kopyalamaq Ctrl-C-dir. Buradan da eləyə bilərsiniz. Format painter-nə ayrılır? Həmin bir şeyi öbürsündən eyni formada eləmək. Formatını çatışdırması. Bəli, bəli. Ondan sonra burada bir dənə fərqli olan slide hissəsidir. Slide hissəsi nədir? Yeni slide bayaq əlavə elədim. Slide'dan gəldim, buradan seçirsən slide'ın tipini. Deyək ki, bunu istəyirəm. Belə əlavə edirəm. Beləncədə burada başlıq yazacağam. Bu iki hissəyə də ya şəkil əlavə eləyərəm, ya da mətn yazarım. Yaxşımı?
Sonra layoutdan gəlib bunu əlavə etdiyimiz stilini dəyişdirirəm. Burada mətn yazım, məsələn, başlıq yazaram. Burada 2 dənə şəkil və yaxud da dedim ki, mətn əlavə edərəm. Və yaxud da mən belə istəmirəm, istəyirəm boş olsun. Gəlirəmsə dəyişdirəm, istəyirəm blank. Oldu boş. Yəni burada stilini dəyişdirmək üçündür. Recent əvvəlki vəziyyətə qayıtmaq üçün istifadə olunur. Sectiondan seçə bilərsən, add section eləyib, beləncə qruplaşdıra bilərsən. Rename eləyib adını dəyişdirirsən. Bunları qruplaşdırdı. Məsələn, 2-dən 6-ya qədər bir qrupdur. Bu tək bir qrupdur. Yəni qruplaşdırmalı section hissəsi. Ondan sonra bu font hissəsi olduğu kimidir, Word-də olduğu kimidir. Bura şriftlərin adlarıdır. Times New Roman'dır, Calibri'dir, Algerian'dır və s. Buradan şriftin ölçüsünü artırıb azaltmaq, kiçiltmək, bunlar aydındır zaten. Bold qalınlaşdırırdı, italikə ayırdı, underline altından fəth çəkirdi. Bir dənə shadow yox idi Word-də. Shadow kölgə effekti verir. Seçirəm, shadow'a vururam. Belə kiçik kölgə effekti verir və bir damcı, azca. Sonra bu üstünə xətt çəkirdi, var idi Word-də, bu yox idi. Bu sözlər arası məsafəni, hərflər arası məsafəni açır bax. Gəlirəm burada, hərflər arası məsafəni nə qədər açmaq istəyirsənsə seçirsən. Beləncə məsafə qoyur arasına bu şəkildə. Sonra bu bilirik change case'lər, hamısı böyük yazılsın, hamısı kiçik yazılsın. Bunlar heç. Sonra bu arxa fonu rəngləyirdi, bu hərflər rəngləyirdi. Bunları bilirik. Mərkəzdə yazmaq, solda yazsın, sağda yazsın və yaxud belə yazsın. Bunları bilirik. Sonra bu sütuna ayırmaq. Bax, sütun buradadır. Word-də haradaydı? Word-da dizayn hissəsi. Yox, o birinə geç. Dizaynı yanılacaq. Layoutda burada bu hissədədir. Salam Şəhane. Salam ben. Nə gec qoşuldun? İşim var idi ona göre. Tamam. Mən şeyi izah edirəm, home menüsünü PowerPoint-dən. Word-da bilmədiyiniz fərqli hissələri izah edirəm, qulaq as, yaxşı. Videosunu atacağım, davamını oradan baxarsan, yaxşı, digər hissələrini. Zaten Word-da fayl menüsünü izah eləmişəm deyə, burada fayl menüsü eynidir, üstündə durmadım. Gedib Word-da ilk atdığım video vardı, bax ona baxarsan, yaxşı. Yaxşı. Aha. Deməli, Ctrl-mu yeni slayd əlavə edir. Qulaq as sən də, yaxşı. Ctrl-mu yeni slayd əlavə etdi. Buradan da həmçinin new slide-la da gəlib slaydlar əlavə etdim. Layout-dan bu slaydın dizaynını dəyişdirirəm. Məsələn, dəyişdirirəm, eləyirəm bu şəkildə. Bura başlıq, bura mətn, burada şəkil əlavə edəcəm. Sonra bu hissələr dedim ki, Word-da olduğu kimidir. Bold qalınlaşdırır, italik əyir, underline altından xətt çəkir. Bir dənə fərqli olan shadow-dur. Shadow kölgə effekti verir. Məsələn, bura yazmışam Baku. Baku sözünə bir damcı kölgə effekti vermək istəyirəm. Seçirəm, vururam shadow-un üstünə, kiçik kölgə effekti verirəm. Bax bu şəkildə. Sonra AB üstünə xətt çəkir. Bu sözlər arası məsafəni açmaq üçün hərflər arası məsafə. Gəlirəm buradan. Bax, hərflər arası məsafəni bu şəkildə aça bilərsən. Ondan sonra bunlar var idi Word-də də. Hamısı böyük, hamısı kiçik. Məsələn, uppercase hamısı böyükdür zaten. Lowercase eləyək, hamısı kiçik olsun. Bunun inşallah Excel-də funksiyalarını keçəcəm. Bu arxa fonu rəngləyir, bu hərfləri rəngləyirdi. Hərflərin rəngini fərqli rənglər də edə bilərdik. Buradan seçə bilərik. Yəni bunlar eynidir. Bu mərkəzdə yazmadır, bu solda yaz. Düz, hər tərəfdən düz yaz. Sonra bunlar yanında işarələr qoymaq üçündür. Buradan işarəni seçə bilərsiniz. Fərqli işarələr qoya bilərsiniz. Sonra bunlar nömrələmək və biz sınaq əlavə edəndə, sınaq düzəldəndə ABC variantları buradan qoyurduq. Sonra burada sütunlardır. 2 sütunda yazılsın, 3 sütunda yazılsın. Sütunlar amma Word-də də var idi də. Word-də də kolum hissəsindən sütunların sayını buradan da qoyub əlavə edib yarada bilərsiniz. Sonra text direction, istiqamətini dəyişdirməkdir sözün. Bax, sözü necə yazılsın, bu şəkildəmi, yoxsa bu şəkildəmi? Yəni, sözün istiqamətini dəyişdirsən. Bir də burada var Convert to Smart Art. Bu Word-də yoxdur. Convert to Smart Art, biz Word-də keçmişik Smart Art-ı insertin içərisində. Burada da insertdə Smart Art var. Amma Home-un içərisindəki Convert to Smart Art-la insertdəki bu Smart Art fərqli şeylərdir. Fərqli əslində çox fərq yoxdur, bir tikə fərq var. Nədir fərq? Convert to Smart Art sözlərdən promo sənə cədvəl verir. Məsələn, yazmışam bura sadə. Düşmüşəm enterlə aşağı, yazmışam düzəltmə. Düşmüşəm aşağı, yazmışam mürəkkəb. İndi istəyirəm ki, bunu mən cədvələ çevirim. Seçdirəm sözlərimi. Vururam Convert to Smart Art-a. Buradan seçirəm tipini. Hansı tip olsun? Deyək ki, mən istəyirəm ki, cədvəlim bu şəkildə olsun. Elə bir Convert to Smart Art hazır sözlərdən cədvəl düzəldir. Bu
Buradan gəlib bəyənmədin deyək ki, stilin qoydun, amma bəyənmədin. Yenə də dəyişdirə bilərsən, üstünü dəyişiklik edə bilərsən. Deyək ki, olsun bu şəkildə. Daha sonra istəsən bunların yerinə Word-dən də demişdim. Dəyişdirib özün də özün üçün dizayn edə bilərsən. Bunlar da mümkün idi. Yenə də bizdə Word-də olduğu kimi açılır dizayn hissəsi, bir də format hissəsi. Buradan gəlib istənilən fərqli rənglər etmək, hər birini fərqli rəngə boyaya bilərsiniz, stillərini dəyişdirə bilərsiniz. Sonra format hissəsindən içindəki sözlərin hansı şriftlə yazılsın, biraz fon vermək, biraz gəlib shape-ilə içini təzədən fərqli rənglərdə boyamaq və bir dizayn edirsinizsə, kiçik dizaynlar, kiçik toxunuşlar. Bunlar var idi zaten Word-də də. Word-də də izah eləmişəm bu hissələri, eyni yerlərdir. Sonra background, bring forward set background nə üçün idi? Nə üçün idi bunu? Yəni ki, qabağa gətirib arxasına. Bəli. Arxasına keçir, önə gətir. 2 dənə şəkil varsa məsələn, üst-üstə qoyduğumda önə gətir, arxa fona keçir. Onun üçün istifadə edirdik. Yaxşı. Ondan sonra. Deməli, Convert to Smart Art'ı bildikmi? Convert to Smart Art nə oldu? Sözlərdən promo cədvəl düzəltməsi. Sözlərdən promo cədvəl düzəldir. Amma insertdəki Smart Art isə bizə cədvəl verir. Cədvəlin içini biz doldururuq. Yaxşı. Bir var ki, sənə hazır cədvəl versin, cədvəlin içini doldurasan. Bir də var ki, sözləri yazasan, sözləri promo özü cədvələ çevirsin. Fərqi başa düşürük? Şəhərdə başa düşürük fərqi? Bəli, başa düşürəm. Alın. Bu da belə. Ondan sonra. Baxın görüm home menüsündə sizə fərqli nə var. Sonra burada shape'lər bax. Shape'lər burada da var. Shape'lər 2 yerdədir. Bir buradadır. Biz shape'i keçmişdik Word-də, insertin içərisində. Insertdə də var burada. 2 yerdədir shape'lər. Shape'lər fiqurlar, simvollardır da. Home'da da var. Home'da da bu hissədə var. Yəni 2 hissədədir shape'lər. Bir şeydən 15 yerdə görəcəksiniz Power'də. Ondan sonra böyle bunu dizayna dəyişdirilmiş bir şey gördüm. Sonra bu hissələrdə də ərrinci olmanla yenə arxa fona keçirdi, önə fona gətir. Eyni şeylərdir bunlar da. Nələrsə şəkillər əlavə etdiyinizdə görürsünüz. Shape-fillər rənglə doldurmaq, hər hansı bir hissəni rəngləmək üçün istifadə edilir. Shape-fildən, məsələn, eləyirəm mavi çərçivəsini, arxa fonunu. Shape outline-la qıraq xəttlərini fərqli rənglərlə rəngləmək üçün istifadə edilir. Shape effektdən də kiçik effekt vermək. Məsələn, 3D formatına gətirmək. Bunlar var idi Word-də də. Yəni, shape-lərin formatını dəyişdirmək üçün. Find, replace, select. Find-ın qısa yolu nə idi? Kontrol. Bəli, Ctrl F. Find-dan nə inirdik? Hər hansısa bir sözü, hər hansısa bir ifadəni axtarıb tapmaq üçün istifadə olunur. Burada da eyni qaydadır. Burada da Ctrl F-də qısa yolu, hər hansı bir hissəni axtarmaq üçün istifadə olunur. Replace burada da eynidir. Replace-in qısa yolu nədir? Ctrl-H. Bəli, Ctrl-H əvəz etmək üçün istifadə olunur. Hər hansı bir sözümü nə ilə əvəz edirəmsə buraya yazırdım. Replace all elədiyimdə hamısını əvəz edildi. Replace bulduğumda birini əvəz edirdi. Bu da belə. İndi insertdən fərqli hissələrə baxaq. Insertdə new slide bax burada da var. Home menüsündə də var new slide. Insertdə də var. Dediyim kimi bir şeydən 10 yerdə görəcəksiniz. Burada da var birinci new slide hissəsi. Yenə buradan yeni slide əlavə etmək üçün istifadə edilir. Sonra table. Table'ı Word-də wow izah eləmişdik. Üstündə çox qırayanmışdıq. Burada da var. Sütunlar buradandır. Sətirlər belədir. Yenə də burada da 10 dənə sütun, 8 dənə sətir var. Insert table-dan daha çox sütun, daha çox sətir əlavə edib düzəldə bilərsiniz. Bunların hamısını Word-dən bilirsiniz. Üstündə dayanmaq istəmirəm. Draft table-dan da qələmi götürüb çəkirdik özümüz əlimizlə. Deyək ki, bizə bir dənə ağ vərəq veriblər. Götürürəm qələmi draft table-dan, başlayıram çəkməyə özüm üçün beləsin. Bölürəm, sonra başlayıram. Sonra table yaradıqdan sonra table design-la layout açılır. Bunları bilirsiniz deyə üstündə dayanmıram. Eyni şeylərdir bunlar. Insert above yuxarıya sətir əlavə elə, insert below aşağıya sətir əlavə elə, insert left sola sütun, sağa sütun. Split set bölməkdir. Bölək məsələn buranı. 2 dənə yaxşı olsun, 2 hissəyə bölün. Bu beləncədir. Mərc ses birləşdirməkdir. Seçirsən, yenə mərc seslə birləşdirirsən. Yəni eyni şeylərdir də. Burada fərqli bir şey yoxdur. Aydın olmayan hissə var burada. Bilirsiniz də. Şahane aydın olmayan hissə var burada. Mən Selection Control. Bu selection pane seçdiyim bütün şeyləri title bilək bu hissəyə. Yoxsa keçsin cədvələ seçdirmək. Hayda olan hamısını gizlədirsən, şov olan hamısını göstərirsən. Belə. Yaxşı, insertdən table head, pictures-i bilirsiniz, şəkil əlavə etmək üstündə dayanmıram. Word-də olanların üstündə dayanmıram. Bunların hamısını Word-dən bilirsiniz. Burada da eyni şeylərdir.
Eyni şey. Link əlavə etmək, hər hansı bir sözə link əlavə etmək. Burada da eyni şeydir. Sonra gələk bura. Date time vaxtın zamanın əlavə edilməsi. Word-də də var idi, bəli. OK vurursa vaxtı zamanı, bəli. Orada hələ signature line vardı, burada yoxdur. Slide number, slide-ların nömrələnməsi. Word-də nə idi? Slide number yox, page number idi. Bəli, Word-də page number idi. Burada slide number-dan gəlirəm, seçirəm. Demişdimsə, page number-da, eləcə də slide number-da özü də bir header footer-dur. Yəni aşağısına nə əlavə edirsən? Məsələn, footer-da yazmaq istəyirəm ki, adınız qeyd edilsin aşağıda. Belə. Baxın, bunu çəkin buradan götürüyorum. Beləncədir. Yəni seçirsən tarixi, adını, səhifələri sıraladı. Beləncədir. Siyahı olaraq aşağıda nə əlavə edirsən, onu qeyd edirsən. Equation. Yenə riyaziyyatla bağlı, bəli, riyaziyyatla bağlı nə axtarsın buradan tapa bilərsən, simvollar əlavə edə bilərsən. Bir dənə fərqli olan burada video, audio, screen recordingdir. Onları gələn dərsdə izah edəcəm sizə. Word-də yox idi o. Yox, Ona oxşar bir şey. Word-də online videoda o fərqli bir şeydir. Bunun kimi bir şey deyildi. İndi bilirsiniz nə edirsiniz? İndi istəyirəm ki, sizdən gəlin belə eləyək də. Birinci mən hazırlayayım. Kontrolunu burada da yeni slide açmaq üçün, yeni sənəd açmaq üçün istifadə olunur. Kontrol mu? Kontrol mu? Bəli. Ben orası neydi? Kontrol mu? Yeni slide mı? Məsələn, bax, birinci açılan slaydın üzü belə olur həmişə. Birinci gələn slaydı belə verirlər. Burada nə yazırsınız? Birinci hazırlayacağınız slayd, nə ilə bağlı slayd hazırlayıram? Məsələn, Bakı haqqında slayd hazırlayıram. Yazıram bura Baku. Aşağıdan da kim tərəfindən hazırlanır? Oraya, onu yazırlar. Məsələn, by nəysə, deyək ki, bu. Bunu yazdıqdan sonra mütləq slaydlarınızda bir dənə fikir verin ki, Word-də məsələn çoxlu mətnləri yazmalısınız. Slaydlarda mətnlərə çox yer verilir. Ən çox şəkillərə yer verin və bir də dizaynlara fikir verin. Nəyi qoydunsa onun üstündə mütləq işlə. Nə qədər çox üstündə işləsin, o qədər çox cəlbedici, o qədər yaxşı görünəcək. Gəlirəm, bunun fontunu dəyişirəm. Sonra bunu biraz rəngləndirirəm. Arxa fon verirəm. Sonra gəlirəm burasını da, sözün də rəngini dəyişdirirəm. Siz mütləq seçməlisiniz ondan sonra. Bu şəkil. Sonra buna gələk biraz arasındakı sözlər arası məsafəni biraz açım. Shadow verim. Biraz da italik edib əyirəm. Bu şəkildə qalsın. Deyək ki, bu sözə də gəlirəm. Bunun rəngini dəyişdirəcəm bir dənə. Gələcəm, eləyəcəm mavi. Vəsə, bəs eləyər. Ondan sonra kontroluna ya yenisinə slide açın. Ya da gəlin buradan new slide-dan bir dənə slide tipi götürün. Deyək ki, olsun belə. Bura bir dənə mən yazacağım başlığımı. Elə olsun burada da Baku. Buradan kiçik bir mətin əlavə edəcəm. Word-də kiçik mətin əlavə edin. Çox wow mətinə yer verməyin. Vermədi olsun. Buradan gəlirəm. Seçirəm məsələn Baku haqqında kiçik bir dənə mətin lazımdır mənə. Ben dizayn ne şeyden götürürdüm? Slidescore'dan. Necə? Slidescore'dan götürürdüm arka dizaynı. Mövzuya uygun tapırdım. Background, arxadan. Bu qədər bəs eləyər. Ctrl Z, Alt Tab, Ctrl V. Mən də sizə şeyi göstərəcəm. Arxa fon verməni falan göstərəcəm. O başqa məsələ. Dizayn vermək, onlar gələn dərslərimizdə keçəcək. Daha oradan götürməyəsiniz. Gəlirəm buradan. Ctrl V ilə yapışdırıram bura. Yapışdırdıqdan sonra burada da hiperlinkini bağlayırsam. Bax belə. Hiperlinki bağlamaq oldu. Hiperlink verməyiniz zor. Hiperlink vermək deyil, link verməyi öyrətdim sizə, link vermək. İstediğin sözü seçirsən sadəcə. Gəlirsən insertdə, link var. Word-də də var, burada da var. Linkə vurursan, nəyin linkini yapışdırmaq istəyirsənsə seçirsən. Məsələn, gəl Bakuya ilə link verək ki, gəlsin o Word-də, Wikipedia'da açsın. Wikipedia'nın linkini götürürəm. Burada, Ctrl-C ilə. Alt tabla keçid edirəm. Ctrl-V ilə bura yapışdırıram. OK vururam. İndi Bakının üstünə bastığımda Bakı hiperlink oldu, görürsən mi? Bakının üstünə gəlib Ctrl-ı basıb saxlayıb kliklədiğimdə gedib Wikipedia'da açacaq. Belə, bunu göstərmişdim orada. Aha, bunu yapışdırdım. Ondan sonra gələk biraz Bakını dizayn edək. Seçdirirəm bunu yenə. Gətirirəm bunu qoyuram mərkəzə. Biraz da bunun yanına kiçik bir dənə işarə qoyaq. Səliqəli qəşəng bir şey görünsün. Olsun belə bir işarə. Şeyini dəyişdirirəm, rəngini. Bir ancı böyüdürəm. Fontunu dəyişdirirəm. Biraz da hərflər arası məsafəni açıram. Biraz açıram. Belə. Sonra bir də bunun çərçivəsini kiçildim. Boş-boşuna yer tutur. Qaldırıram yuxarı. Və belə.
Sonra seçirəm bu sözləri də, sözlərin üstündə kiçik işləsəniz əla görünür. Gəlirəm bunun rəngini dəyişdirirəm. Sarı olmasın, sarı nəsə o deyil. Deyək ki, olsun rəngi yaşıl rəng. Yaşıl. Burada bir dənə şəkil əlavə edəcəm. Şəkil əlavə etmək üçün gəl bu dəfə Pictures-dən əlavə edək. Gəlirəm Insert-dən, girirəm Pictures-dən, Stockdan online şəkil, Stockdan götürün. Stockdan götürün. Axtarışdan görün Bakı haqqında şəkil varsa, olmasa online şəkil götürərik. Bax o. Yoxdur burada. Gəl elə online şəkil götürək o zaman. Gəlirəm Pictures-dən, vururam online şəkil. Yəni necə şəkil istəyirsinizsə götürə bilərsiniz. Həm online, həm digər Stockdan və yaxud da buradan qəşəng bir dənə şəkil götürək. Deyək ki, olsun şəkilimiz bu. Insert edirəm, əlavə edirəm. Əlavə edildi şəkil. Yenə Word-də olduğu kimi pixel format hissəsi açıldı. Şəkilə qəşəng bir dənə çərçivə qoyursam mütləq. Mən şəkilləri antisimetrik olanda daha çox bəyənirəm. Bu beləncə dayananda daha gözəl görünürlər. Nəinki simmetrik formada, düz formada bir şey olsun. Qıraq xəttlərini lap fərqli bir rəng ilə, səliqəli bir formaya gətir. Rəng qat biraz slayd var. Boş-boş olmasın. Ondan sonra rəng verə bilərsiniz istəsəz. Mən çox üstündə oynamaq istəmirəm. Bu qədər bəsdir. Çox wow bir şeyə ehtiyac yoxdur. Ondan sonra gəlirəm yeni bir dənə slayd əlavə edirəm. Gəlirəm bu dəfə slaydım olsun bu şəkildə. Amma mən bu dəfə şəkli bu tərəfə əlavə edəcəm. Amma sözü o yana əlavə edəcəm. Məsələn, bura yazıram. Mənim başlığım olsun İçəri şəhər. İçəri şəhər. İçəri şəhər yazandan sonra sözümü seçdirirəm. Gətirirəm bunun rəngini dəyişdirirəm. Qoyuram mərkəzə. Qalınlaşdırıram biraz. Sonra biraz da kölgə effekti verirəm. Bunun şeyini kiçildirəm, çərçivəsini. Gətirirəm, qoyuram bir tık yuxarı. Ondan sonra bura azca bir dənə mətin əlavə edəcəm. Azca. Gedirəm, götürürəm kiçik bir mətin. Gərək qubla bağlamazdı. Dayanın indi. Azca bir mətin götürək. Ctrl-C, Alt-Tab, Ctrl-V. Bir linkini bağladım, lazım deyil mənə. Yetərlidir bu qədər. İndi bir dənə şəkil əlavə edim. Sonra şəkillərin yerlərini dəyişdirərik. Şəkillə mətnin yerini dəyişdirə bilərik. Buradan gəlirəm, girirəm Insert-dən. Bu dəfə şəkili əlavə, bu foto albomunu da sizə izah eləməmişəm. Fərqli bir də bu var. Bunu da izah eləyərəm birazdan. Gəlirəm online Pictures-dən götürək elə bir dənə də Baku şəkili. İçəri şəhər inanmıram olsun Baku yazacağım elə. Bir dənə maraqlı, qəşəng bir dənə şəkil götürək. Olsun bu. Buradan insert edirəm. Bir də yadınızda saxlayın, online şəkillər falan əlavə edəndə şəklin keyfiyyəti çox qəşəng olur. Nəinki yerib kopyalayıb gətirib yapışdıranda yaxşı. Beləncə şəkillər daha keyfiyyətli olurlar. Bacardıqca belə şəkillərdən tapın qoyun. Məsələn, buna da verirəm belə bir effekt. Bunu da rəngini dəyişdirəm qıraq xəttlərində. Eləyirəm yaşıl. Və antisimetrik seçdiyim üçün mən biraz əyəcəm. Və gətirirəm. Bunun da götürürəm. Biraz da kiçildirəm. Boş-boşuna yer tutur. Sonra bu şəkillə mən sözün yerini kiçik dəyişiklik etmək istəyirəm. Gətirirəm bunu bu tərəfə. Götürürəm şəklimi. Çəkirəm, gətirirəm biraz bu yana. Bax belə. Yerlərini götürüb özünüz üçün dəyişdirə bilərsiniz. Özünüz üçün dizayn edə bilərsiniz. Kiçildirəm bir damcı. Biraz tuturam sonra bu sözləri. Gətirirəm, qoyuram bu yana. Sonra bunu da gətirirəm, qoyuram. Məsələn, mərkəzə bir tık. Beləncədə. Birazcıq da bu yana. İşte, bu da oldu ikinci. Üçüncü slaydım hətta. Sonra düşürəm Ctrl-M'la yeni slayd yaradıram. Bu yeni slaydıma isə sizə başqa bir şey öyrədəcəm. Bundan nə ayırıram? Bundan bu hissələrini silirəm. Bax, bunları silirəm. Burada belə eləyək. Bura çoxlu şəkillər əlavə edirəm. Sadəcə şəkillərdən ibarət bir dənə slayd olsun. Bir də insert-ə. Dediyim kimi, daha çox slaydlarda şəkillərə yer verilməlidir. Nəinki sözlərə. Çünki elə eləməlisiniz ki, şəkillər danışsın. Sözlər yox. Gəlirəm, seçirəm buradan 1-2 dənə, 2-3 dənəsi. Olsun bu, and bu. Okay, insert. Əlavə edildikdən sonra yerlərini düzəldirsiniz. Özünüz dizayn edirsiniz. Kolajlar yaradırsınız.
Instagramda da paylaşmağa. Baxın, eyni şeylərdə. Özünüz üçün kollaj yaradırsınız. Sadəcə bunlar üst-üstə əlavə edildilər deyə biraz bunu dəyişdirmək çətin olacaq. Belə eləyək qoy. Tək-tək əlavə edək ki, hamısı bir-birinə qarışmasın. Insert. Əlavə edirəm. Bunu biraz kiçildirəm. Bu şəkildə koyuram bura. Bu hissəsi mənə lazım deyil. Senslərlə da gedəcək. Biri bu. Sonra bu hissə mənə lazım deyil, silirəm. Gəlirəm, bir dənə də şəkil əlavə edirəm. Məsələn, məsəl üçün, olsun mu? İstərdim. Deyək ki, 2 dənə mən əlavə elədim. Siz istəsəz 5-6 dənə əlavə edib səliqəli düzərsiniz. Sonra gəlirsiniz, bunları da qəşəng dizayn edirsiniz. Əyirsiniz, nə bilim, nə edirsiniz. Kiçik bir forma. Gəlirsiniz format hissəsindən birazcık formatlayırsınız. Efekt verirsiniz. Yok. Bunlar da qalsın sadəcə burada. İstəsən başına bir dənə söz də yaza bilərsən. Bax, bunu götürürəm. Gəlirəm məsələn bu başa. Yazacağım ki, nə yazam? Yazar elə bax. Bunu gətirək qoyaq Bakını mərkəzə. Və buna bir damcı istiqamət verək. İstiqamətdən əyək. Directionlar. Yazasın belə. Rəngini dəyişdirək. Böyüdək. Tipini dəyişdirək. Belə yazasın. Böyüdürəm. Belə qoyuram, başda qalsın. Bu şəkildə. Vəsiyo deyək ki, bu qədər hazırdır. Kontrolmu. Ən axırıncıya da bir dənə deyək ki, təşəkkürlər əlavə edəcəksən. Bu hələ ki başlanğıcdır. Ha, uşaq. Yavaş-yavaş. Hələ ki bunları bilin. Sonra videoda falan daha yaxşı olacaq hər şey. Burada gətirirsiniz. Bir dənə deyək ki, gəlin bir dənə də bir şey öyrədim sizə. Buradan gəlirəm mən. Qoy belə eləyim. Kiçik bir dənə şəkil əlavə eləyəcəm bura. Şəkil. Bir dənə şəkil əlavə eləyim. Açıq olsun da bu. Əlaqəsiz olmasın. Deyək ki, olsun səliqəli qəşəng bir dənə şəkil. Bu olsun. Bunu buradan insert edirsiniz. Əlavə edəndən sonra bunu eləyirəm. Bütün slayd boyu böyüdürsünüz. Bütün slayd edirsiniz. Yuxarıdan da çəkirəm. Slaydın oyusu. Aşağıdan da çəkirəm. Bax, bax. Sonra buradan da tutup gətirəm belə. Bu hissədə tutup gətirəm belə. Все. Sonra nə qayırsınız? Görün, online pictures o qədər əydim düzdüm, amma yenə də keyfiyyəti itməli görürsünüz. Sonra gedirəm shape-ə, shape-dən. Bir dənə götürəm düz bucaqlı.
Bu düz bucağını gətirirsiniz, şəklin üstünə çəkirsiniz. Şəklin üstünə çəkirsiniz. Şəklin üstünə çəkəndən sonra rəngin edirsiniz qara. Qaraldandan sonra girirsiniz dizayna. Gəlirsiniz background-a. Background-dan bunu transparensiya ilə şəffaflaşdırırsınız. Şəkil önə çıxsın. Dalınca qararsınız. Şəkili önə çıxardandan sonra buraya yazıram böyük hərflərlə. Bax bu. Sonra bu sözü götürürəm. Böyüdürəm. Gəlirəm huma. Böyüdürəm. Rəngini dəyişdirirəm. Bu şəkildə. Əyirəm bir damızda shadow verirəm. Hərflər arası məsafəsini azca açıram. Şriftini də dəyişdirirəm. Eləyirəm baxın. Elə bil özüm dizayn elədim, saxladım. Bunu da gətirib qoyuram ikinci slayda. Всё. Slayd başlatma düyməsini bilin. Slayd başlatma düyməsi F5'dir. F5 neyinirdi Windows'da? Windows'da F5 neyinirdi? Şahan F5 neyinirdi? Refresh verir. Bəli, Yeni refresh değil. verir. Refresh verir. Counter'da değildi. Windows'da. Windows'da refresh olurdu. Bəli, refresh. En Word'de soruşuyorum. Yo, Windows. Amma PowerPoint-də yadınızı saxlayın ki, F5 slaydı başladır. Hətta bəzi kompüterlərdə F-nə yox, təkcə F5-də bastığınızda olur. Yaxşı? Da belə. Sonra bir də sizə insertdən foto albomu izah eləməmişim. Foto album deyil. Foto album nədir uşaqlar? Foto album şəkillərinizi albuma çevirmək istəyirsinizsə, elektron albom. O vaxtı nə edirdilər? Bir dənə dəftər alırdılar. Dəftərin içinə ayrı şəkilləri götürürdülər, yapışdırırdılar bir-bir. Artıq ehtiyac yoxdur. Foto alboma vuracaqlar. Gələcəklər buradan file diskdən, deyək ki, öz şəkillərimizdən. Seçirəm bir şəkillər. Gəlirəm Pictures-ə. Mənim indi şəkillərimdən, normallarından yoxdur. Nə varsa artıq ondan idarə edəcəz. Olsun bunlar. Seçib buradan insert edirəm. OK, create edirəm, yaratsın. Oldu foto albom. Buradan xatirə albomu yaz, öz şəkillərini seç. Sonra gəl şəkilləri dizayn elə, yəni yerlərini dəyişdir. Birinə 3-4 dənə şəkil qoy falan filan. Sonra apar qoy Select-ə çıxarsın. Olsun sənin üçün xatirə albomu. O vaxt gör nə qədər çətin idi, indi daha sadə bir şeydir. Aydın oldu, foto albom da budur. Yəni başqa fərqli bir şey yox. Bu qədər. Şahin aydın olmayan hissə var. Yoxdur. Yok. Gelip bunlar arasında değilmiş.